De görüm mənə birdə nə oldu? Tu. Nəyə baxıb dedin ki? Smala bax. Nəyə bax? Birdə Mənim baxıb. bir- Hə, sağ ol. Ha, yox. Small bax. Small nədir ki? Small mənim balaca. Okay. İndi bu tərcümələ görüm. This shirt, Bu t-shirt, tişört, Köynəkdə. bu köynək, Aha. small balaca, dır, balacadır mənim. for me. Mənim üçün. Mənə. Mənə balaca. Mənim üçün də. İndi burada too qoyduqsa, too small qoyduqsa tərcümə nə tər olacaq? İkisi bir yerdə too small. Tu small. Mənə kifayət qədər. Həddindən artıq. Ha. Həddindən artıq balaca. Ha. Çox da yəni. Çox balacadır mənə. İndi ikincini oxuyaq. Mən burada olacaq. Ya da ikinci tərəf var. İkinci şey olacaq. Ya, ikinci tərəfi də. İnaf olacaq mənim. Burada nəyə baxdın ki? Bigə baxın. Demək sifətdir də, hə? Bəli. Tərcüməsi nədir ki? Big böyükdür. O ha yaxşı. Biz demişdik ki, inaf nədən sonra verirdik? İnaf sifət, zərf. Bir də? Feil demək. Feildən üçündən sonra da. İndi burada nəsə tərcümə edə bilərik. Burada mənim Bunu. düz tərcümə edirəm. Əslində tərcüməsi eynidir. Prosta biraz yerləri fərqlidir. Və inafın tərcüməsi nədir? İnafın tərcümə kifayət qədər. Yerdən danışmırıq da. Kifayət qədər. İndi tərcümə elə bu nə? Tişört Tişört nədir? Nə deyil? böyük deyil. Nə Kifayət qədər böyük. Kifayət qədər Mənim böyükdür. üçün Kifayət qədər böyükdür. Okay. Birində deyil böyüdü, birində böyüdü. Ay sağ ol. İkincini oxu indi. İkinci burada olacaq mənim inaf olacaq. Bəli, yəni də nəyə baxdın? Clean. Orada nə demədik ki? Clean. Clean mənim təmizdir. Üçüncü tapşırıqda ikincini. Əzəl. Təmizdir mənim. Clean mənim. Tərcümə eləyək. Şos mu? Shoes, ayaqqabı. Ayaqqabılar. Bu ayaqqabı. Bu ayaqqabıları təmizlik, kifayət qədər təmiz deyil. Ay sağ ol. İkincidə nə deyəcək? İkincidə mənim burada tu olacaq. Nəyə baxdın ki? Dörtü. Nə demədik? Dörtü çirkli. Hey, danışmırıq. Çirkli. İndi bura nə deyir? Ayaqqabı Hətta artıq. həddən artıq çirkli. Bəli, malades. 3-də. Üçdə olacaq. Burada olacaq mənim tu olacaq. Bəli, nəyə baxdın yenə? Expensive. Tərcümə, Bahalı. antonimi, Antonimi. Yəni necə? Çip. ucuz mənasında da. Bahalının antonimi çipdir. Antonim mövzusunda keçmişdik. Bu Çil hərf yazılır. bu işqab, Bu- sofa. Sofa olmadı, sofa. Sofa. Divan. Divan ya. Bu Bəli, divan Nədir? çox bahalı deyil. Ay, o Bahalıdır. Bu kitab bahalı, çox bahalı. ay sağ malades. Sonra İkincidə. ben burada inaf olacaq. Hı. Bu divan ucuz deyil. Bu Ay, sağ ol. divan kifayət qədər Ucuz ucuz deyil, deyil. yəni bahat da. Aha, sonra 4-də. 4-də burada mənim inaf olacaq. Ay sağ ol, Film yanacaq. maraqlı, çox maraqlı deyil. Deyil. Yox, Olmadı. kifayət qədər Kifayət maraqlı maraqlı deyil. deyil. Sonra burada tu olacaq. Aha. Film çox çox maraqsız. Sızdır. Sıxıcıdır. Ay sağ ol, 5-i də elə. 5 5-ə nə olacaq? 5 olacaq, mənim tu olacaq 5-ə. Aha, baxın birincidə birincidə hərfli olacaq. O Və yoluna baxmışam. Yang nədir? Yang. O- Nədir yang? o neydi? Çox gənc idi. O Ay, çox gənc idi. deyir. O çox gənc deyil. Addı yoxsa? Ən. An adam. Mənim ikincisində isə O inaf nə- olacaq. Olda bax. Bəli, malades. Kifayət qədər qoca deyil. Əzza, okey. Yəni də baş əzza, tu və inafdan birini seçəcəyik. Burada nə deyir ki, ya tunu seç ya da inaf seç. Onu da baxmaq üçün baxsan o xəttin həm sağına, həm də sol tərəfinə baxırıq, düzdürmü? İndi orada xəttin sol tərəfdə xəbər. Hə, dəli. Nəyə baxdın orada? Bəli, heyvi sözünün tərcüməsi nə deməkdir, bilirsən? Ağır mən. Başqa, hə, sağ ol. Ağır var, Güclü ağır. güclü də var. İndi tərcümə eləyək bag. Bag, yəqin ki, bilərsiniz, kim danışmır. Bu big yox, bag. Çanta. Çanta. Aha, çanta nədir? Heyvidir. Heavy'dir. Tu bəs Çanta ağır. bəs tu heyvi nə Çantanı deməkdir? daşımaq. Çantanı daşımaq çox ağırdır. Ay sağ ol. Sonrakı da Ha. İkidə olacaq insiz, böyük. Burada olacaq müəllim. En. ona inaf deyirlər. İnaf, inaf olacaq müəllim. Bəli, inafdır. Ona inaf olacaq. Burada nəyə baxdın dedin ki, inaf? Mən burada müəllim bunun qabı. Bigdə orada yəni big sözü nədir ki, sən inafı götürdün? Yox, müəllim deyirəm ki, burada arxa sözün xəttin qırağında söz yoxdur. Hə, yəni əvvəl o deməli sonrasında söz yoxdur, əvvəlindəki sözə baxdın, o başa düşdüm. Həm də ki, xətdən əvvəl big sözü gəlib. Düzdürmü? Sifətdir də, böyük mənasını verdiyinə görə. Biz özü demişik ki, sifət və zərfdən sonra bizə gəlir, feildən sonra gəlir nə? İnaf. Ona görə də big böyük olduğuna görə, sifət olduğuna görə özündən sonra gələcək.
enough gələcək. İndi bunu tərcümə eləyək, həm də sual verir. Deyir ki, suitcase. Suitcase Çamadan. çamadan. Çamadan çox İna- böyükdür. Yox, burada enough varsa çox demirik. O yerine qoyuruq. Kifayət qədər böyükdür, söz soruşur. 3-də İşte Full 14 Fuat yalnız olur. and for Falın 14 yaşı vardı yəni. Burada olacaq. Deyir ki, Fuat yalnız 14 yaşında. İndi ikinci tərəf, bax bu xətt var. Xəttin sol tərəfində bir sağdır. Sol tərəfində nə var xəttin? Bax inan. Nə görsən oralarda? Old. Nə deməkdir old? Yaşlı. Ay sağ ol. Yaşlı qoca deməkdir. İndi burada görsənmi birinci sifət gəlib, düzdür? Biz birinci, yəni sifət və zərf, feil gələndə özünə sonra nə qoyduq azağa? Sifətlə zərfi gələndə enough. Ay sağ ol. Ona görə burada nə olacaq? Enough olacaq. Çünki sifətlər birinci gəlirsə, ondan sonra nə gəlir? Enough gəlir. Yox, əgər xəttdən sonra gəlsəydi, onu nə qoyacaqydıq? To qoyacaqydıq. Okay, tərcümə edək ki, 14 yaşı var, o heç. O deyir ki, not old. He is not old. O yaşlı deyil. Ay sağ ol. Enough. Kifayət qədər yaşlı deyil. Burada əslində yaşlı mənasında getmir. Siz nə mənasında gedir? Yox. Böyük deyil. Ya 14 yaşı vardı. Bu adamın hələ maşın sürmək üçün böyük deyil axı. Yəni yaşlı deyildi. Yəni maşın sürmək üçün yaşı 18 olmalıdır, yaşlı olmalıdır ki, yaşı çox olmalıdır ki, biz bunu maşın sürməyə icazə verək. Aydındır. Deməli burada old böyük mənasında gedir. Həmçinin young da var. Məndən balaca. O heç. Young da var, balaca mənasında gedir. My young sister deyirlər. Nə deməkdir my young? Mənim balaca bacım da. Sakit. Söz danışıram mən burada. Young dedik ki, balaca mənasında da gedir. Old da böyük mənasında gedir. Yaş mənasında yəni. Okay, 5 elə. 5'i 5 de olacaq. Yox, 4-də 4. 4. Ha 4. 4'te olacaq enough. Nəyə baxdın ki yəni? Warm. Nə deməkdir ki o? Warm olan. Mülayimdir. Mülayimdir, bəli. Deyir ki, yəni də görsən birinci sifət, zərflər, feillər gəldiyinə görə ondan sonra biz qoyuruq enough-ı. Sonra 5-ci. İndi dən tərcümə deyir ki, I didn't wear my coat. Mən didn't. Did varsa hansı zaman da danışmırıq? Didn't keçmişdir. Keçmişdədir. Wear nədir? Wear. Bilirik tərcüməsi kim deyər? Wear. Paltar. Geyinmək. Geyinmədim. Nəyə geyinmədim? My coat. Mənim şapkam. Palto. Paltomu geyinmədim. It was warm enough. Warmdakı onda nə demək? Burada itin tərcüməsi kimdə tərcümə it? It. Hava. Hava. Hava tərcümə olunur da. Hə? Deyir ki, bəbəyi açıb kitaba baxsın, görərsən hansı itdən danışırıq. O ya. Mənə qulaq asın. İtin tərcüməsi təkcə hava deyil. O cümlədə yerinə görə müxtəlif tərcümələr ola bilərdi. Kilometr ola bilər, məsafə ola bilərdi. Yadınızda keçmişdik. Hava ola bilərdi. Zaman, vaxt, saat kimi tərcümə oluna bilərdi. İndi burada da istədirsə geyinməmişəmsə demək hava kimi tərcümə olunacaq da. Demək hava kifayət qədər mülayim idi. Əzəq 5 oxu. 5-cidə Z plus R X 2 boy. Burada olacaq bu. Expand. Danışmırıq. Expand. Səncə bu cavab nə olacaq? Cavabı deyə bəlcə. Evet. Olacaq mən. Nəyə baxdın dedin? Expense. Nə deməkdir o bənsin bilirsən? Expense mənim dərs yox. Lessonda dərs. Bahalı. Bəli, bahalıdır. Sifət olduğuna görə biz demişik ki, sifətin əvvəlində to işlənir. Sonrasında isə nə işlənir? Enough işlənir. İndi tərcümə elə görüm. This Books. This books deyir ki, çoxlu Bu kitablar. Bu kitablar. Çox bahalı müəllim burada tu işləməli deyil. Tu qoyduq da. Bu kitablar çox bahalıdır. Ay sağ ol. Almaq üçün. Okay, davam elə. Burada tu olacaq. Burada çünki understood başa düşdüdür. Danışmır oradan görüm. Nəyə baxdın dedin ola? Understand birincisi burada məstərdir. Başa düşdü deyil, məqdir düşmək. Bəli, malades. Mən patient. Patient-a baxırıq, səbirli deməkdir. Bəli. Hə. Əzəq işin qurtarmadı sən. Ardıcılığı buraxma. Burada patient var, görsən.
Səbirli demək, ona baxmaq lazımdır. Laf tutam ki, understand, laf tutam ki, əgər sən öz minyen yönünü demək istəyirsən ki, feili, biz demişik ki, feildən sonra enough gəlirdi, to gəlmirdi. Hə, indi burada nə oldu? Burada to. Yəni nə, abla, niyə to ki? Yox, enough. Patient, Sifətdən sonra enough. tərcümə eləyək. O patient, o səbirli deyil. Kifayət qədər səbirli. Səbirli deyil. Uşaqları başa düşmür. Kömək üçün. Uşaqları başa düşmür. Burada his, burada angry, ac demək. Yox, Bu da əsəbi yox. Bəli, bu da tuşdan gəlir. Əsəbi. Əvvəl gəlir. Bəli. Əsəbi burada sifətdir. Ona görə burada olacaq. Sifətdən sonra to olacaq. Sifətdən əvvəl. Sifətdən əvvəli to olacaq da. Tərcümə eləyək. O çox əsəbidir. Aynı statement. Incident. İnsidentə görə də, mübahisəyə görə. İnsident haqqında. İnsident ilə tərcüməsi, hə? Deməlidir, anxiyə olur. Narahat. Sən baxın. Baxın hansı? Anxiyə olur 8-də. Hə, narahat. Gərgin. Deməli, insidentə görə nədir? O çox əsəbidir. Sonra Bəli. 8-də burada anxious nədir deməli? gərgin. Gərgin. Burada Anxious. Anxious. Sifətdir. Aha. Gərgin necə feil ola bilər? Bir məntiqlə fikirləş də. Sifətdir də. Əvvəl gəlir. Burada əvvəl gəldiyinə görə to olacaq. Aha. Mary çox gərgin idi. Onun Kuzenlərinə görə. kuzenlərinə görə. Sonra Burada yenə də patient baxacaq. Onda yenə də to. Enough olacaq burada. Ay bala. Enough olacaq mənim. Sifətdən sonra gəldiyinə görə enough olacaq. Davam et, tərcümə edə. Mənim dostum patient. Dedi də bir Allah, səbirli. Keçmişik hə deyəsən. Məktəbdə keçmiş, amma yox, Firavan oxumur. Keçmiş. Mənim Sən nə vaxt keçmişik? Sən futboldan gec gələndə, dərsə gecikəndə, dəftər tutmayanda, dərsə fikir. Mən o sözləri yazmamışam. Yazım general səxavət. Bəli, olan hamısı yazmışdıq. O Vallahi müəllim yəqin mən olmayanda yazmışam. yaxşı görək. Yaxşı. Hamı yazmır. Göstərirəm bilmirəm. Davam Mən edək. yazmışam. Sən o psikopata son görə. Davam edə. Bu birisi qripdən deyil. Onda difficult Çətin. Danışmırıq. Necə difficult eşitmədim. Əli aşağı sal. çətin deməli. Bəli, çətindir. Bura nə olacaq onda? Difficult, çətin, to olacaq. Sağ ol, sifətdən əvvəldir. İndi tərcümə eləyək. Mən think fikirləşdim. fikirləşirəm. Test Testin çox çətin olmasını düşünürəm. Bəli, düşünürəm ki, test çox çətin idi. Okay, davam edə Yağmur. 15 dədə, hər 5. This house is not cheap for us to buy. Burada müəllim cheap olduğuna görə enough olacaq. Bu ev ucuz deyil, kifayət qədər ucuz deyil bizim aldığımızdan. Almağımız üçün. Sarah is not tall and talented to play in the school basketball team. Burada talented nə? Bacarıqlı idi də. Yetənəkli, hə. Bacarıqlı olduğuna görə burada da enough olacaq. Aha. Sarah tall, uzun deyil və bacarıqlı, kifayət qədər bacarıqlı Deyil. Məktəbdə basketbol takımında Oynamaq üçün kifayət qədər hündür deyil. Okay, davam elə. The soup is cold to eat. Burada to olacaq. Bəli. To olacaq. Soup sabun idi, yoxsa A hərfidir. A hərfidir. Şorba. Burada U hərfi olanda supdur. Aha. Sup yemək üçün kifayət, yemək üçün həddindən artıq soyuq idi. İndi baxdım ki, sup sözünü bilmirsən mənasını. Ən azından sabun deyə bilməzsən axı. Sabunu yemirlər axı. Yeyirlər, yaqut. Dişləyirlər, amma yemir. Aha, davam elə. Shall we eat on the stove? Stov, Stov nədir? soba. Heat nədir? Yes. Qoymaq da. Biz Qoyacağıq. Qoyacağıq sobaya Ha. shall
Qoyacağıq, acıqacaqdır. Hə, qoyacağıq sonra. Sonra 14. I cannot carry this bag. Bu çanta daşımaq üçün Hələ gözləm. I. hə, mən Stop. daşıya bilmirəm bu çantanı. Aha. It is heavy. Burada da olacaq to. Aha, davam elə. Bu həddindən artıq ağırdır. Aha. The film was boring, so we left the cinema early. Burada boring olduğuna görə to olacaq. Film həddindən artıq sıxıcıdır. İdi. Sıxıcı idi. Belə ki biz tərk etdik Arsa. sinemanı Beləlik. Erkən də öyle. erkən. Davam elə Səkinə. 5. Neçəsini düşdü? Yaxşı. Oxuyum. Davam elə. I think this shirt is. Mən burada to olacaq. Aha. Digər görə bəli. Mən fikirləşirəm Fikirləşirəm ki, ki, bu bu- tişört həddindən yox, çox balacadır. Çox böyük. Mənim üçün. Çox Yox, bu böyük. Çox yemək böyükdür. Mənim üçün geyinmək çox böyükdür. Davam edirik. The shopping bags were orada müəllim to olacaq. Bəli, nəyə baxdın? Heavily, ağır. Bəli. 6 sualda bir də sifətdən əvvəl işlənir ha. Hələ ora gəlməmişik. Tu gəlmədi sonra. Müəllim öyle deyir Bəli. ki, shopping Burada inafda hard working baxsan 6-cı sualda. Davam elə Səkinə. Deyir ki, Aha. mağazadakı çantalar Mağaza çantaları ağırdır. Çox kifayət ağırdır, qədər yox, çox ağır. çox ağırdır, bəli, çox. Qadınlar Hansı qadın? Yaşlı Old. Yaşlı qadın. Böyük Böyük qadınlar. qadınlar. Ne yəni yaşlı? Burada yaşlı mənasındadır ki. Yaşlı qadın üçün çox ağır. Mark wasn't strong to lift the desk, so his friend helped him. Burada niyə görə tu verdin ki? To verməmişəm. Tu dedin. Hə, tu lift dedin. Hə, nə qoyarsan burada yaxşı? Müəllim burada inafdır çünki strongdan. Bəli, strong Güclü demək. tərcüməsi güclü deməkdir və də bir Mark şey. mənim burada addır. Alın, bəli, alınmadı, bəli, bəli. Hə, Mark güclüdür. Deyil. Yox, güclü deyil. Kifayət qədər güclü deyil. Kifayət qədər güclü. Daşımaq üçün. Nədir daş bəli? Lift. Nədir lift? Lift nə edirlər? Lift nə edir? Qalxırlar. Qaldırmaq. Nəyi qaldırmaq? Desk. Partanı qaldırmaq. Doğal. Parta nəsə qaldırır müəllim? Paltan dostu yox. Palta. Dostunun partası qaldırmaq. Palta yox, parta. Partanı qaldırmaq. Partanın qaldırması kifayət qədər güclü deyil. So, belə ki, onun Belə dost ki, onun dostları kömək etsin. elan bəli. Sonra These cars are expensive for me to buy. birbaşa yerini qoydu da. Aha. Deyir ki, müəllim, Baxın. bu Hə. yox. Düzdür. Bu Bu maşınlar bu maşınlar bahadır. Çox Çox. bahadır. Çox bahadır. Mən Almaq üçün. Mənim almam üçün çox bahadır. The sea isn't worth to swim in the Mars in the Turkey. Mhm. Mən buna Türkiye hündüşkə mənasında yoxsa? Yox, yox. Görək, Türkiyəli balaca. Türkiyədə böyük nə yazıldığına görə. Müəllim bir Türkiyə deyirsən. Bir Türkiyə. Müəllim, var müəllim mülayim, onda mənim burada inək olacaq. Deyir ki, müəllim, Dəniz dəniz mülayim deyil. Yəni üzmək üçün də Türkiyə. nə vaxt? Mart. Martda. Martda kifayət qədər isti deyil. Okay. Əzizəm, əzizə deyirəm, Məhəmməd. Məhəmmədə çəkin sif olduğuna görə Məhəmmədə daha çətin bir test. Yəni 5-də asanlı salı keçir, daha çətin 6-cıda. Deməlidir ki, öz sualların cavab verən tooldan istifadə edirik. Why? Niyə görə? Hər türlü okunca açıqda. O, yaxşı. 6-ya baxırıq. 6-cı tapşırıq. Tullana bilmir. Niyə görə fillər tullana bilmir? Siz də nə deyə bilərsiniz? Azərbaycan Bir ton ağırlığı var. Çünki ağırdır. Ağırdır, müəllim. tu heyvi. Mənim o nəfər tullansın Tu müəllim. qoyacaq. Tu Hə, mən başa düşdüm. Niyə uşaqlar maşın Danışma. Məhəmməd. Deyək ki, fillər niyə tutulan bilsən desən ki, tu heyvi çox ağır yıllar, düzdür? Ona görə də biz istifadə edəcəyik birinci because, çünki, düzdür Məhəmməd? Because. Onlar çox ağırdılar. Necə deyərsən? Z, Aha. tu, Arı mən deyərəm sənin arada. Aha.
Hey. Malades. They are too heavy. Onlar çox ağırlar mənasını verir. Okay. İkincidə deyir ki, why Məhəmməd tərcümə edir. Why? Niye? Can say children, child. Uşaqlar. Uşaq. Uşaq. Niyə bilməz? Drive a car. Maşın sürə bilmir. Ay sağ ol. Uşaq maşın niyə sürə bilməz? Çünki yaşı düşmür. Yaxşı düşmür ona nə deyirlər? Çox cavandır. Yaşdan. Yan da yon. Yan qabağını qoyacağıq. Çox. Bəli. Because they are To yan. Yon. İndi burada children əslində child demişdi. He, she deməli idi, amma children da z olardı. Yaxşı 3də. işte who cook clothes. Aha. Children to use. Aha. Solve Solve the problem. Deyir ki, why? Niye Sən sen Problemi həll edə bilmirsən. bilmədiyin kud var orada. Kud kəndin keçmiş zaman. Müəllim bəs Solve solve'du. burada müəllim indi kod Həll edə bilmədim problemi. Bilmədim. Niyə? Ha, niyə Həll edə- edə bilmədim problemi. Olsaydı ola bilsin. Yox, o burada bilmədindir. Bəli. Çünki biz keçmişdik ki, can, could, may, might, bir də could ola bilsin kimi tərcümə oluna bilir. Ola bilsin. Müftəradan sonra gələrsə. Hə, yaxşı. De görüm mənə Həll edə bilmədim problemi. İndi bir dənə ona bir cavab dedim ki, məşğul idim. Mən çox məşğul idim. Necə deyərsən? man, Aha. I am. Bax, bax idim deyirəm axı. İdim, boş. I was Hə, çox məşğul. Çox məşğul. məşğul. Nədir? Busy. Biz də var, men də var. Tu Biz mi? tuldan danışırıq. Deməli biz tu Biz olan mən. Yox. Tu biz. Çox o min isim gəlir. Amma turdan sonra sifət gəlir. Sonra davam elə 4-ü. Who called them? Am testə baxır da. The coffee. Aha. Niye Kofe içmirsən. Kofe içə bilmirsən? İçə bilmədim. Çünki soğuk. Niyə kofe içə bilmədin? Keçmişdədir, kud var. Soğukdur. Ha, deyən ki, soğuq idi. Elə deməli. Məndən baxı bir dənə özündən bir şey qoysan da, o deməli Hə. Çox soğuk. acı olsa, acı bilirsən, acı. Acı müəllim. B, B-la. Az da adı neydi? Acı müəllim. Bitter. Bitti. Bitter yazılır. Ha, çünki o, because, I saw, o, Hamısı bekar şişə. bəli, kofe nədir? Kofe kişitdir, ha. ite, It, idi. idi. Deyirsən, Was, it was, dedi, çox acı, nə deyirsən? Too big. Bitti. Ay, sağ. Bitter. Ha, bitir. Kod da özündən, özündən nə versən verə bilərsən. 5, birinin yanına kay yazılar, o ingiliscə. Tut. Birinin yanına kay. min yazılar, ha, min mənasını verir. Aha, davam edək. Who can Tut. she tut the clean? Ceiling, ceiling tavandır. Deməli, niyə o bilmir? Bilmir. Niyə mi? Touch. Toxuna. Toxuna bilmir. Tavana. Niyə o? Deyən ki, kifayət qədər Kifayət qədər balaca idi. Çox balaca, kifayət qədər çox balaca idi. çox balaca idi. Çox balaca. Böyle onu toxunamırsan, değil mi? Ses şöyle, bu nədir? Tavan. Olanda toxuna bilirsən, balaca onda toxuna bilirsən. Kifayət qədər çox balaca idi. Deyir, mən çox balacadır. Çox balaca idi. Çox balaca. Deyən ki, çünki o çox balacadır. Because çünki o Aha. it Hid, ay balla. Ha, hə. Deyirəm ki, o niyə görə toxuna bilmir ora? Yerinə He- yerinə heç. He Small. is he is He is too Small. small. Small balaca. İndi burada en az koyacaq. Oo. No. Burada isə də bəli, tərsinə. You var Ferrari. Ferro. Azar qorxma. Bu deyil. Rəngin ağarı ver şey Ayaz. Məni burdan Mən ağır. deyim ki, Ha, Ferrari burada isə ala bilmirsən. Niyə bəli. ala bilmirsən? Niyə alamırsan Ferrari şey? Çünki pulum yoxdur. Pul yoxdur. Pul yoxdur. Mani demə. O pul yoxdur deyəndə deyirsən ki, çox kifayət qədər bahalıdır. 1 milyon yarımadır Ferrari. 2 Danışırıq. milyon. Ayaz. Necə deyərsən? Çünki o Kar. Müəlliməm. O. kifayət qədər bahalıdır, de görüm. Ay qız. Kitab. Ha? Bahalıdır. Bəli. Çünki nədir? Because Ay sağ ol. O cansızdan Ferrari'dən danışır. It is
Kifayət qədər bahalı nətər deyildi ola bir demişdik. Kifayət qədər bax, enough. Expensive. Expensive. Expensive enough deyirdi, nə mənim? Expensive enough. Əgər biz kifayət qədərdən danışırıqsa, birinci bahalını deyirik, sonra enough deyirik. Aydın. Müəllim kifayət qədər çox deyə bilmərəm, çox da. Deyə bilərsən də bu da deyə bilməzsən. Burada indi eləncəsinə deyib ki, beləncəsinə cavab ver. Yaxşı. Çoxdur. Sonra Yaşın. su deyir. Su adam adıdır. Su. Deyir ki, vay. Nə deməkdir vay? Niyə? Su bilmir. Niyə su bilmir? Niyə bilmir? Lift. Lif. Qaldıran biri 100 Kilonu su niyə qaldıra bilmir? 100. Ağır da. Ağır nədən geçsin? Ağır. 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 Heavy. Heavy. Nə var? Deyən ki, çox ağır. Çünki o çox ağırdır. Çünki Because. Enough. Aygıt bu deməli. O, benim mütləq xəbər gəlsin. It is, also. Kifayət qədər ağır demək üçün, onlar nətər deyirlər kifayət qədər ağırı? Heavy enough. Yəni, ağır kifayət qədər deyirlər də. It is, heavy, Enough. enough. Bax, belən son. Birinci heavy gəlir. Sonra enough. Amma desəydik ki, enough yerinə to qoy, to gələcək. To gələcək arxaya, mənə heavy əvvəlinə qoymayacaq idi. Yaxşı, üçü tərcümədə, üç dənə deyir. Niyə? Çata bilmir. Üç nədir? İki ən şkafa. Lüks. Nə çata bilmir? Bu. Şkafa niyə görə çata bilmir? Yəni, yuxarıdan nəsə götürməmək. Boy balaca. Boy balacası. Aha. Deyən ki, o kifayət qədər balacadır. O kifayət qədər balacadır. Deyir. İti. Baxın, bax, kim balacadır? Kim balacadır? Sam, nə edir? Sam balacadır da bala. Sam cansızdır, adam adı deyil. Niyə görə it deyirsən ki, bəs? Dedim mən sonunda. Özüm səhv deyir, bir kaos deməlidir. Ədə bir kaos, ikinci nə gələcək? Samı yerinə qoyacaqsan. Hi, sonra. Sam, İz. İndi kifayət qədər balacanı, Allah nətər deyirdilər? Small enough deyirlərdi onlar. Sonra al, sonra növbəti. Niyə o Bu ton ikisi bir yerdə geyinmək. Niyə o geyinmədi? Nə adres? Paltar da var, don da var. Dondur burada. Həm put qoymaq da öyrədir. Put qoymaq, put ondan gəlir söhbət. Niyə görə o don geyinmədi? Çünki balaca idi. Çünki məktəb. Çünki ağır idi. Kök idi. Sifət Və qılmaq. soyuq idi. İsti idi. Don olanda soyuq olar da, geyinmir. Soyuq idi. Don geyir. Və yaxud da kök idi. Deyirlər ki, o kifayət qədər kök bilirsən mənası. Fit. Fit. Fət. Fət. Fıatı. Fit şeydir, bədənli. Fit. Yo, idmançı mı? Bədən. İdmançı da. Tamam, indi görün mənə. O kifayət qədər köktür. O Aha. İz ağırdır. O kifayət qədər kök. Kök nə yoxdur? Fətdir də. Fət. Sonra? Sonra fət nəf oldu da. Yaxşı, 5 oxu. 5-də. Var kan yukas mouse. Mouse nə deməkdir? Aysa. Tərcümə edək. Why? Kim mənası var da? Niyə? Bir də əl mişkası. Niyə o catch? Kaç nə idi ayda? Çatmaq. Çatma. Niyə o çatmır? Nəyə mouse? Sana. Çünki Mənfir də vardı. Kaç şey. Mouse nə tər qoşulur? Quatdır, cuacı. bir də sıçan, kompüter sıçan olur, bir də sıçan. Nədən deyirsən? Çünki o kifayət qədər sürətlidir. Çünki It is də, çünki mouse. It is sürətli nə deməkdir? fast. Fast sonra? Fast enough. Aysa. Fasın. Sonra Yusif, deməli buradan deyir. C var əsməli. Deyərək. Sıxıcı kitab, sıxıcıdır.
Kifayət çox Hə, sıxıcıdır. çox sıxıcıdır. Aha. Oxumaq üçün. Oxumaq. So, beləliklə mən nə elədim? Stopped. Stop. Bas. Nədir? Stop. Dayanma. Yandırdım. Nəyi yandırdım? Reading. Reading. Nədir? Oxu. Ay sağ ol. Oxumağı. İndi deyək ki, burada to-nu çıxart, onun yerinə enough qoy ki. Onda hansı dərsə başa baş düşdüm. verəcək? Mən bu oriklərdə sonra Az. nədir? İnaf gəlir. Ay sağ malades. Burada nə var? Çox Düzdür. var. To-nu çıxardırıq, onun yerinə enough qoyuruq. Müəllim 1-2-ni nə vaxt tez nə tez oxuyur? Bir oxudu da. Mənim bu mənim için nə tez oxadı. Biri. Bir oxuya belə, iki də Ha, deyil. hələ için oxamayım. Xəstələmirsən. İkini davam edirik. Davam edirik Yusuf. Mənim burada tonu nədir? Screen yerinə Ay, nədir? sağ ol. Əmisik sonra Müzik xəstədir müəllim. Xəstədir. yəni. Enaf gəlir. Ay sağ ol. Sonra üçdə. Üçüncü isə burada ancaq dark sonra isə nədir? Enaf gəlir. Ay sağ malades. Tərcümə də. Otaq darkı tərcüməsini bilirik. Otaq. Dark. Qara. Dark qara. Qaranlıqdır burada. Qaranlıq. Deyək ki, room Room otaq. Otaq nədir? Kifayət qədər. Kifayət qədər Qaranlıqdır. Nə üçün? Find my pink gloves. Find. Mənim səhrayı qulaq səndə. Pink. Qulaqları. Göz. Səhrayı qulaqları. Əlcək. Söz. Əlcəklər. Tapmaq üçün həmişə cəmdə olan isimlərdəndir də o gloves. Sonra 4-də isə bu tun nədir? Build gəlir, sonra enaf gəlir. vali mənasını bilirik. Evlər. Evin için. Yox. Nə hardı? Horse, o abi house idi o, house yazdı. Bu horse'dur. Horse heyvan, hansı heyvandır? At. At. At nədir? Nədir? Kifayət qədər Kifayət wild. qədər vəhşi. Wild. Vəhşi. Keçmiş deyə mənim wild domestic. Hə. Bəli. Buna nə deyim də? Bəli, keçmişdik. Yusuf onsuz da Bilirdim. Keçən dəfə mənim sizinlə savaşmır ki, məndən söz soruşmuyor. yaxşı davam eləyək. To ride. Ride nədir? Ride yazılır. Sürmək. At sürmək mənasında. Evet. Bir də var drive. Drive yazılır o. Məsəl nəsə deyirəm. Yaxşı. Drive də ki, maşın sürmə mənasındadır. At nədir? Deyir, to wild. Yəni burada dedik ki, wilddən sonra nə gələcək? Enough qoysaq. İnan. Wild sonra enaf. Ay sağ ol. Video wilddır. Wild sonra enaf. At kifayət qədər vəhşidir sürmək üçün. So, beləliklə mən Sürmə. decided. Aldım. Almadım. Yox, aldım. Not to sürməyim deyə. Qərar aldım. 7-dən də oxu. Müəllimə. Ay, 4-dən oxu. 4-ün oxusunda 7-dən. PDF-i işləmək üçün bu qədər şey yaptım. Müəllim. 7-ci. Hə, Burada hook var. hotdur. Nədir tərcüməsi bildik? Nədir? Kod işlidir mənim. İstilsə burada əvvəl işlənə görə tu işlənir müəllim. Sifətdə əvvəl Malades. gəlir. Vallahi sizi Sonra Orada ikincidə. small balacadır, ikincidə. Ay sağ ol. Balaca olduğuna görə burada əvvəl gəlinə görə tu işlənir. Aha. Üstə isə burada V. Yaxşı. Ha, velin tərcüməsi nədir? Yaxşı. Ayşə malades. Yaxşı olduğuna görə tu olur yeniden. Ayşə malades. Davam elə. Amma izləmədə qalsın. 4. She is all to drive a car. Mənim burada olacaq to. Bu inaf olacaq, inaf. Müəllim, ha Qoy. mənim onunla İnaf. Əvvəldə enough vardı. Hə. ona mı xasın? Ha, yoxsa 5 5. 7-7. Ay müəllim 5 5. Davam edək. A5-ə müəllim 5 olacaq. To olacaq da orada baxacaq. Aha. Sonra 6 olacaq, müəllim burada olacaq, inaf olacaq, strong. Aha. Güclü. 7 olacaq, I am. Burada olacaq müəllim to olacaq. Nədir orada nəyə baxdın ki? Bu si. Bu sidə busy-dir. Busy. Nə deməkdir bilirsən? Qeyri-müəllim. Hardan bəs nəyə görə ona baxdın ki? Ona baxırdım. Məşğul olma, məşğul. To qoyacaq müəllim. Aha. Və dengors təkəl kəsin. Təlkəlsin. Təhlükəli sifətdir də. Burada olacaq, mənim to olacaq. Bəli, danışmaq da da speak. Heavy, mən Speedy. Speedy. Ədviyyat, anı. Deməlim burada Spider-Man. Ədviyyatlı. Müəllim özün gözləyir ha, öz. Onu Müəllim adamlardan da öyle. 7. Mən niyə görə düşən mən nə deyim? Davam elə, yaxşı, davam elə. 9 müəllim 9-da heavy ağır olduğuna görə Aha. sifətdir, to olacaq. 9 mən Sonra ona da müəllim burada baxırıq, yaxşı. Burada durur, enough. Bəli, malades düzdür. Tamam. Əzəğəm. Əza. Neçənci? Buradasan Əza. Bəli. Əza niyə izləmirsən? Mənim 8-ə idi. Soruşursan axı olmaz da belə. It is dreamt
Yəni xəttdən sağda nə var? Əza, far sözü var. Tərcüməsini bilsən onu, bilməsən bax işimiz Mən də çətindir. bilmirəm. Mesela şey. O Fars. far yazdılar, onun tərcüməsini bilməsən işimiz çətindir. Kim deyər deməsin, əllə qalsın far. Hiç kim ben. Bir tane yağmur. Biraz yaxınlaşdın. Hiç kim bilmiyorum. Biraz yaxınlaşdın. Məndim. Uzaq. Uzaq. Ay, Uzun dedin də sən. Bilən Uzaq dedin. Möşüm dedin, onu da. Hiç kim bilmiyorum. Yağmurda baş. Şeydir, long. Talis deyil. Hə, davam edə. Burada indi sifətdir. Sifətin qabağına nə işlənir əzağa? Aha, sonra ikincidə. Burada olacak. Ay müəllim, buna harda baxırsınız? Heavy. Heavy. 8-ə ikinciyə də. Mən 8 harda 8-ə baxıram. Mən də 8-ə baxıram qardaşına. Mən 8-dəki ilə 8-ə, birinciyə baxıram. Ben 7'de 8 okuyayım. Ada nə oldu? Yani. Ay, 8-li tapşırıq göstər onu. Ay, Mən ben ne diyeyim şey? 8 deməli. İzləməsəm Ben elə. de 8 yok ha. Mən 8 dedim. Ona görə də izləmək lazımdır əzağa. Mən nə dedim? I can't spell to circle in the Mən deyirəm burada far yoxdur axı. Bu hansını oxuyur? 8-ci tapşırıq. Exercise Burada 8. benim far olacak. Ha, Fara göre far nə idi tərcüməsi? Uzun. Uzaq. Uzaq. Danışma da yerdən. Uzaqdır da yadda qalsın. Ha, turdur sonra. İkincidə. İkincide il. İllı tərcüməsini bilsən əzağa. Keçmişik. Mənim ölçüsüm. Ay Allah. Sinonimdir özdə. Bir yaxşı söz. Ha, deyirəm mənə. Yaxın. Məndim. Uzak. Hayır. Məndim. Fravan desən. Məndim. Bilmir fravan. Maldes fravan. Xəstə. Xəstə. Ay, İnlə. Benim hastam benim 2 tane söz var. Mən demişdə keçmiş. Ha. Qabağına nə olacaq burada? Mən bu xəstə. Burada olacak tu. Ay sağ ol. Sonra 3də. Ha. Burada ay. Ay da sifət. Ay, nöqtədən Ha. o ayrı cümlədir. hə. Burada İkinci tapşırıq. üçüncünü oxuyuram. 3də bax ki, xəttdən sonra nəsə var? Xeyr. Cümlə bitib də, düzdür? Əvvəlində nə var? Əvvəlində bir. Bilgi var. Nə deməkdir? Büyük böyük. Böyük deməkdir. Bəs böyük, böyük sifətdir də. Sifətdən sonra nə gəlir də? Tu. Dəqiqdir, dəqiq olsun. Düzdür. İnaf. Sifətdən sonra inaf. Ha, sonra növbəti. Deyil. Burada qol. Yox. Good. Mənim putolun da mənası var. Mənim burada mənim bu söz qutarıb. Aha. İndi bax burada Sonra mənim burada qod var. Aha. Qoda mənim olacaq mənim. Good. Tərcüməsini bilsən? Good. Sənə biləmədim. Yox. Xaçanadan. Yaxşıdır. Yaxşı deməkdir Ha, bunlar. yaxşı. Sifətdir də. Sifətdən sonra nə işlənir? İnaf. Sonra növbəti. Beşincidə mənim burada Clever. Clever. Mənim Kreativ Clever. yazılır. Clever nə deməkdir? Gəldim gözə. Clever nə deməkdir? Clever o Clever. Mən də bilmirəm. Bilməzsən də. O burada Yusuf. Məndim. Klindo. Ağıllı. Ağıllı, yəni bir dənə burada mən təkcə Yağmura dəstəyirəm, başqa heç kimə dəstəmirəm. Clever. Ağıllı, abi burada əlavə dərs məktəbdə də oxuyun. Ən çox məktəbdə kömək edər sizə. Nəsə ağıllı. Sifətdir, düzdür? Bəli. Sifətdən sonra nə işlənir baxım? İnaf. Ha, sağ 5, 6 nədə? Altını. Altını mən deyirəm. Mən 7, 7. 7. Ha. Altında. Burada itis. İçsə baxırsa, bir də heyvə baxsan. Ağıra baxsan. Heyviyə bax da, heyvi. Ağıra baxsan. Ağır demək, sifət deməkdir də. Sifətdən əvvəl nə işlənirdi? İnaf. Əvvəl. Əvvəl tu. Sonra inaf işlənirdi. Sonra növbəti. 7. Bəli. 7-də mənim cümlə qutarır. Aha. Orada danışmırıq. Toldan demədi, tol demədi. Danışma. Tol nədir? Ağazağa bilirsən, tol mənasını. Mənim yavrum bilmir. Yox, bilmirəm. Nə? Hündür. Tol hündürdür. O hündür. Sifətdir. Sifətdən sonra nə işlənirdi? Sifətdən sonra İnaf işlənirdi. Davam et, tez-tez. cinsət. 8-də mənim burada short qısa. Burada böyükdən görə Mənim burada olacaq. Antonim yox, sinonim. Anton. Nə olacaq? Antonim əşya. Sonra növbəti. Ağır O səngəcək. 9-da da müəllim to olacaq. Nəyə baxdın? Olda. Ha. Onda Şip. şip olacaq. İnaf olacaq. Nə? Şif deyil, ay bu, çipdir, çip. Yaqub sakitdir. 9 elə. Sakit elə.
Elədim də müəllim, sən Datardım. Exercise 9. Haydi. Da müəllim, indi biz nə verəcək şey? Deməli burada da eyni qayda ilə Ya noise. noise və to var, düzdür? Noise nə demək? Noisy. Səs Lü sifətdir də. Bu necə olur ki? Bu da kifayət qədərdir. Yox, kifayət No, qədər o yox. yox, no set, no Həddindən set. artıq. Bəli. Tuatdan. Ay, mən burada isə başa düşmədim. Bunlar indi biz şey, noise-ni seçirik yoxsa tu? Yo, yo, mənim deyim nə olacaq? Tu sonra noise sonra tu olacaq. Yo, tu sonra. Hə, yerləri müəyyən eləyəcəm. Hə, Tu, yerləri müəyyən eləyəcəyik. Ellər var düzdür, ellər var səhvdir. Sonra Düzdür. 2-də olacaq. Varm sonra enough. Sonra 3-də olacaq. Burada bir, burada isim. Tu sonra deməli. expensive. tu qismində harda deyir Simay bala? 3-də. Hanı bil? Tu sonra expensive. Sizə görüm nə deyir bu? Mən o 2-dəki birə baxıram. Bu Ha, ona baxmırsan ki, sən Mən ikidə deyim. mötərizənin içini görsən, mötərizənin içindəki sözləri biri sifətli, biri də ki enough to-dur, düzdür? Sən o birinci sifət varsa, form əgər sifətsə, o birinci formu qoyursan, sonra enough-ı qoyursan. To olsaydı bəs, birinci to gələcək, sonra form gələcək. Aydındır? Davam elə. 3-də qalmışdım. Orada olacaq. Tu gələcək, sonra expensive. Az birinci gördün mü? To gəldi, sonra expensive gəldi. Çünki biri sifətli, biri to-dur. Sonra 4-də də tu gələcək, sonra yarım gələcək. Hə, düzdür. Davam elə. Yağmur. 5-də olduğu kimi. 5-də elə olduğu kimi. Bəli, çünki friendly sifətdir. Enough da burada. 6-da tu olacaq, sonra close olacaq. Sonra 7-də varm olacaq, sonra enough olacaq. Sonra 8-də tu olacaq, sonra spy olacaq. spicy. Spicy. 9-da birinci Olduğu kimi qalacaq. Olduğu kimi qalacaqdı elə. Bilmirdim. Yox. Elə qalacaq. Qarışdırdım. Yaxşı, növbəti. Hə, burada da birinci tu olacaq, sonra. Malades. Onu da. Mən burada birinci dar, sonra enough olacaq. Bunu da koy geçiyor. Dərs keçəcək, yenə hara keçəcək? Mənə bağlı. Dark olacaq, sonra enough olacaq. Bəli, bəli. İkincidə politet, sonra enough. Üçüncüdə Tu gələcək, sonra kom. Tu gəlir də birinci. tu Complicated mürəkkəb deməkdir. Sonra Dörddə müəllim tu gələcək, sonra deserted, sonra 5-də də müəllim tu gələcək, sonra stressli də yəni, sonra 6-da da müəllim enough, sonra out. Artıq gəlir, sonra inat gələcək müəllim. Sən inat gəl. aha. 7-də tu, sonra stressful. Aha. 8-də Qurtarsın başqasına keçsin. Eyb yoxdur. Oxusan biz başqa test keçsək sonra. Oxusak. 8-də enough good. 9-da Aniyə. good enough. Mən niyə? Good birinci sifət gəlir, sonra enough gəlir də. Onda da mənim tu gələcək. Əsasdır. Yaxşı. Keçir Məhəmməd. Mənim 11 müəllim rusçadır. Rusçadır, rusça. Azərbaycancası yazılıb burada. Olsun da müəllim rusçadır. Hə. Bəli. Mələkə müəllim bunu görsə deyir. Məhəmməd. Hamı diqqətlə testə baxır, millət. Deməli, mən çox yorğunam. Necə deyərsən? Bəli, mən deyim. Yorğun sözünü bilirsən? Bəli, tayır. İndi gözüm mən çox yorğunam. I, too, Əmin mən deyərəm maraton. I am too. Tayır. Söhbət bağlandı. Mən çox da. İndi orada sözdə nə yazıb orada? Mən şənay üçün çox yorğunam. I am too tired deyirsən. Düzdürmü? Too tired. Hamıra baxır. Yerdə nə qaldı? İşləmiş. İşləmək nədir? Work. Söhbət bağlandı. Məhəmməd elə baxır ki, birinci dəfə daska görsən Məhəmməd. Mən də xeyrim də verirəm bana. Yox, mən bunu xeyrim. Burada mənim. Heç kim bəxtindən küsməsin, üz döndərməsin. Sən bəxtli düşüb. Demək, deyək ki, mənim adım çox qısadır. Nə fərq deyərsən? Mənim adım. Demə, də qoy özü desin. My name, mənim, my name. My am. My am. My name İz qaldı. My name is qısadır. short. Qısadır. Too short. Too Too short. short. Too short. Məhəmməddən başqa an bilir. Məhəmməd, nə olub?
Müəllim mən eləməliyəm. Yox. Davam eləyək. Mənim evim çox kiçikdir. Ay bala 3 dənə sözdür, da bala deyən bilirsən. Mənim danışma bax. Mənim evim nədə bala? Niyə eləyəmirsən ki? My home. Mən deyim my house. Yox. Ay. Səkdə deyə qulaq as. Deyirəm. I am house. My house. My house. My house shop. My Mən house. bu tapşırığı müəllim üçün eləyirəm. Ay, bir dəqiqə deyəm. Deyəm. Müəllim mən aydı. Müəllim mənim aydı. Ha. My house. To. Əmzar hanı? My house is to shop. Balaca demişdi. Small. Yaxşı 4 elə. Çəkinə. Çox asandır. Bax bu qutular. Çox ağırdır. 4 mən eləyirəm. Bəli, bu qutular. This boxes Aha. to box. Arhanı. Boxes'ten sonra. These boxes are to heavy. Heavy. Okay. Ayaz. Müəllim ola bilməz. Müəllim Məhəmməd oxumadı heç. Məhəmməd obusunu oxuyar. Məhəmməd çox belənçinə kaprizlidir. Elə bir gün tərcümə görəndə. Yatmaq gəldi mən. Kifayət qədər. Yox. Nə dedi ki, o kifayət qədər istedadlıdır. Nə deyirsən? O. Talented. Talented istedadlıdır. O deyirəm. Mən nə? O. He's. Kifayət qədər istedadlıdır. Nə deyirsən? Kifayət qədər İnafı ne deyirsən ki birinci? Demədik ki, istedadlı, kifayət qədər istedadlı deyəndə olan nə deyirlər? İstedadlı kifayət qədər də bala. İstedadlı nədir? Talented. Düzdür? İnaf olur da. Orasına bax. O işləmək üçün çox tənbəldir. Tənbəl sözün mənasını bilirsən? Tənbəl. L ilə başlayır. Kimdə tənbəl? Tənbəl Lazy. Lazı yazılır. Lazy. İndi o işləmək üçün, o nəfər əvvəlcə Firavan. Müşəm verəcəksən dərs keçək. Deyir mənə, o işləmək üçün çox tənbəldir. Birinci nə deməsin? O çox tənbəldir. Nə deyərsən? He is lazy. Çox qaldı axı. Çox. To lazy. Deyək, ay sağ ol. Bu düzdür. Qaldı yerinə işləmək üçün. İşləmək üçün nə deyirsən? To work da. Bu da bilməzsən. Magmayı təzədən deginən. He is. Sonra too lazy to work. Too lazy to work. Yaxşı, növbəti görün. Günə çıxmaq üçün çox istədir. Gün çölə çıxmaq üçün, gün çölə çıxmaq üçün çox istədir. Gün istidir. Necə deyərsən? Günəşdir, hava. Gün nədir gün? Burada gün insan. Yox, bu gün deyil, o mənada deyil. Yəni çölə çıxmaq üçün gün çox istidir. Hava istidir mənasında. Elə bilirsən ki, burada mənim evdə yaşayır gün. Gün çölə çıxır. Biraz qəribədir. Nətər deyərsən ki, bu gün çölə çıxmaq üçün çox istidir. Nətər deyərsən bu gün? Bu gün. Today deyərsən mən. Today deyərək də. Today sonra nədir? Çox isti. Today is çox isti. Nətər deyərsən? Çox isti. Ay bala, çox. Too hot. Too hotdur da. Təzədən də görüm. Cümlə başdan. Bugün. Əmzar anı. Xəbər anı. İz qaldaq today. Is. Sonra. Is to hot. Hot.
Yerdə nə qaldı? Çölə çıxmaq. Sonra çıxmaq. Nəsə deyəsən çölə çıxmaq. Yəni getmək çölə. Outside. To go out. To go out. To go out. Sonra 8. Bu zərf mənim məktubum üçün kifayət qədər böyükdür. Bu nə tərcümə edəcək? Ay deməlim bu çox. Adverb. Ha? Adverbdir. Oo, bu Envelope-dur. Adverb zərfdir. Təcrübə deyil. Ha, bu zərf o zərfdəndir. Adverb deyil zərfə. Ha, bu zərf aldığımız zərfdir. Güzel. Zərfdən məktub qoyursan içinə. Azam Bilirsən yaxşı. Ha, bu zərf mənim məktubum üçün kifayət qədər böyükdür. Güzel. This envelope Sən neçədir? kifayət qədər böyükdür. Deyək kifayət qədər böyük. Kifayət qədər Böyük. Enough big. Demədik bəs kifayət qədər böyük də nə deyirik? Yox, inaf gibi yox. Müəllim. Enough. İnaf, müəllim. Enough big name. Birinci böyük gəlir, sonra kifayət qədər gəlir. Hər dəfə deyirəm onu. Big enough olur da. Ha, this envelope is big enough. Kifayət qədər böyük, böyük kifayət qədərdir. Aydın nə dedim? Kifayət qədər. Böyük. Onlar nə olur? Kifayət. Böyük qədər. Böyük kifayət qədər olur. Yəni ki, yerləri səhv olur da deyəndə. For my letter. Yaxşı, keçək növbəti 12. Görsək, buradasan. Aa, bu nədir müəllim? Eyni qayda ilə. Nətə baxırıq? Danışa Ya to ya da inafdan birini yer. Diyaloqdur müəllim. Bəli, burada əvvəl gəldə görə to olur. Bəli, niyə ki? Hani nədən əvvəl exciting ay bala. Onun şey. Mənim 2 nəfər oxusun da. Mənim 2 nəfər oxusun da. Burada exciting sözünü görmürsən. To niyə o ki? Həyəcan verici sifət deyil. Ondan sonra inaf var da. Orada özündən sonra nə bat gəl. Bat sifət səhv deyil axı, bağlar Müəllim deyil. mən oxumamışam, birim bilmirəm. Nəsə deyəndə. Oxu ikincini. Bir hadi hə növbət yandır. İkinci isə rayına baxırıq. Burada to işlənir. Nə deməkdir o? Rayni Yağışlı. yaxşı. Yağışlı deyə Yusif Reyin ən sadə sözlərdəndir. Sonra üstə Su nədir? Bax, nədir? Long. danışmırıq. Danışmırıq. Nə var orada? Mənim 3-də. Ha, 3-də mən long var. Aysa nə deməkdir? Long. Müəllimə deyim, müəllimə deyim. Uzun. Uzun. Uzundur, düzdür? Uzun. Uzun sifətdir də, hə? Mənim burada to olur da. Niyə Yox, to Yusif? enough mən. İnab, obisində bəs. Obisində nə many çoxludur. Sonra nə var? Mendən sonra nə gəlir? Pli. Aysa. Nə deməkdir place? Yer. Yerdir də Yusuf, düzdür? Çox yer. Bu nədir? İsimdir, hə? İsim əvvəlinə nə işlənirdi? Hansı işlənirdi ikisindən? İsimdən əvvəl to. İnaf işlənim. Enough. Ya tu işlənir, tu. Təpən haqqı elə. Düzdür. Tu Bundan əvvəl sifətlə zərfin qabağında işlənir. İnaf amma isimin qabağında Bəli. işlənir. Aydındır nə demək istədiyim? Sonra növbəti hamı diqqətlə baxır. Time vaxt zərfdir burada. Zərf olduğuna görə burada əvvəl gəlinə görə to işlənir. Mənə qulaq as. Time zərf niyə olsun ki? Vaxt Vaxt nədir? İsim. Vaxtdır da isim, nə vaxt? İsim olacaq. İnaf. Müəllim bu niyə bəs dialoqu tərcümə eləmir? Hələ əvvəlcə başa düşsün sonra. Time isimdir, düzdür? İsim Nə olacaq, İnaf vaxt? olacaq da mənim. Aha. Sonra 6-da. Crowded. Sözün mənasını bilirsən, bilməsən işimiz çətindir. İzdihamlı. İzdiham desən yazılır ki. Bunların sözlərində var. Bəli, mən təzə çəkdim. Bəli. İzdihamlı. Crowd. Basa-bas demək, düzdür? Sifətdir. Bəli, sifətdə Nə olacaq? to olur. Ay sağ ol. Sonra növbəti 7. aha, Fotos. fotos. Fotos bunlar foto nədir? Şəkildə. Ay sağ ol. Qaba nə olacaq? Şəkil olduğuna görə burada əvvəl gəlinə görə. Enough. Bəli, çünki İsim. isimdir. İsimin qabağında ilə. Sifət olsaydı, Bu da sıxıcıdır. Bu aha. sıxıcıdır. Sıxıcıdan sonra gəlir. Hansıdır sıxıcı danışmırıq. Bu. Boring sıxıcı da bala. Boat keçmişik. Bu. Nədir? Almaq, aldı. D keçmişindədir. Almaq kimi. by both. Hə. Bax ondan sonra xəttdən sonraya da bax da imkan varsa. Min. Mənim də sonra nə gəlib? Clothes. Nə deməkdir many clothes? To. Yox. Ses. Tərcüməsi nədir? Ses. Ses. Paltar da, çox paltar. İsimdə göl. Qabağına nə olacaq? Nədir? Enough. Sonra obviously 9. Full. Aha. Full dolu. Ay sağ ol. Dolu olduğuna görə burada əvvəl gəlinə görə burada to olacaq. İnaf. Sonra düz. Niyə ay var düz elə to. Sonra Hı. 10 elə. Da onda isə
Ha, bax o 2 saat sözü bilmək lazımdır, değil mi? Həyəcanlı. Həyəcanlı. Sifətdir də, düzdür. Sifət olduğuna görə burada enough. Tun işdən, deməli. Tu yox, tu. Tu işdən. Qabağında da isim olsaydı Həsən deyəlim. Məmməd. Biraz sənin üçün çətin. Yantın saxla. Müəllim bəs müəllim. Beş üçün mən çox Bir problem yox, bir beşliyə qalxırsan. Yaxşı, dərs keçirik.